Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Nahmaduhu ve nesta'inuhu ve nestağfiruh ve netevekkalu aleyh ve nusalli ve nusallim ala habibihi ve necibih ve hayratihi fi halqih, hafiz sirrih, mübelligh risalatih, beşir ni'metih, nazir nikmetih, seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ala alihi tayyibin el-etharin el-muntecabin el-hudat el-mehdiyyin siyyama baqiyatillah fil aradin ve sallallahu ala eimmetil mu'minin ve hudatil mustazafin ve humatil mu'minin. Usikum ve nefsi bi takvallah ya ibadallah. Esselamu aleyküm cemiyen ve rahmetullah ve berekatuhu. Özümü və siz əziz dəyərli möminləri və möminələri, inanclı bazı qardaşlarımı ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah Teala ibadətlərimizi, itaətlərimizi ali dərəcədə qəbul eləsin. Dualarımızın qəbul olunması üçün, dünyadan köçənlərimizin ruhunun şad olması üçün, İmam-ı Zaman əleyhissalamın salamatlığı üçün, öz salamatlığı üçün salavat yad eli Muhammed və ali Muhammed. Salli ala Muhammed və ali Muhammed və əccil fərəcəhum və hşürna məəhum. İnsan həyatda özünə bir örnək, nümunə və ülgü götürməlidir. Kimdənsə yaxşı vərdişləri, gözəl vərdişləri nümunə olaraq özünə götürməlidir və qarşı tərəfi özünə örnək hesab eləməlidir. Bəzi insanlar bir şəxsi örnək qərar verir özünə, amma kör-köranə şəkildə. Heç axtarmadan, araşdırmadan, bu insanın düz yoldadır, düz yolda deyil. Sadəcə bu adamdan xoşu gəlir. Deyir, bu mənim üçün idealdır. Buna deyirlər kör-köranə. Axtarış eləmədən bir nəfərdən təqlid eləyir. Bir nəfəri özünə örnək qərar verir. Allah Teala Qur'an-ı Kərimdə onları belə yad eləyir ki, onlar deyir, Peyğəmbərə belə deyirdilər, kör-köranə təqlid eləyənlər Peyğəmbərə belə deyirdilər ki, İnnə vəcədnə əbəənə alə ümmətin. Dedilər ki, biz ata-analarımız, baba, nənələrimiz, qohum, əqrabalarımız bu yoldadır. Biz də bu yoldayıq. Bütpərəstlər. Peyğəmbərə belə bir dəlil gətirirdilər, özlərinə örnək qərar vermişdilər, ata-babalarını, qohum-əqrabalarını ki, onlar heç düz yolda da deyildirlər. Heç axtarış da eləməmişdilər. Elə Peyğəmbərə deyirdilər ki, biz örnək qərar vermişik ata-babalarımızı. Onlar bizim üçün örnəkdir. Bu qınaqdır. Bu iş düz iş deyil. Hər bir işdə əgər insan bir yolu gedirsə, özünə nəyisə örnək qərar veribsə, deyir, onu kör-köranə şəkildə eləməməlidir. Əgər o yolda işqal, irad varsa, o irad və işqalın üzərində düşünməlidir. Ona cavab tapmalıdır. İkinci dəstə budur ki, onlar bilirlər, təqlid elədikləri, örnək qərar verdikləri şəxs düz yolda deyil. Bilir ki, bu əyri yoldadır. Amma deyir, mən onun arxasından gedirəm. Xoşum gəlir. Məsələn, mən görürəm ki, bir şəxs düz yolda deyil. Onun yolu səhvdir, əyridir. Mən bunu bilə-bilə o şəxsin arxasından gedirəm. Deyirəm, belə qəbuldur. Bilirəm, amma düz yolda deyil. Amma mən bunu özümə örnək qərar vermişəm. Yəni, bu örnəyi kör-köranə yox, agahlıq üzündən səhv adamın arxasından gedir və deyir, əcəb eləyirəm. Allah Teala bunların haqqında Qur'an-ı Kərimdə buyurur, Müddəssir surəsinin 45-ci ayəsində buyurur, cəhənnəm əhlindən deyir, soruşular ki, siz
Nə üçün cəhənnəmə gəldiniz, düşdünüz? Niyə cəhənnəmli oldunuz? Onlar cavab verərlər ki, və kunnə nəxuzu mə'al xaizin. Deyir ki, biz pis insanları özümüzə ülgü qərar vermişdik. Pis insanları özümüzə örnək qərar vermişdik. Və pis dostu özümüzə örnək qərar vermişdik. O səbəb oldu, biz gəldik, nədir? Cəhənnəmə düşdük. Yəni, burada bunlar etiraf eləyirlər ki, bizim örnək qərar verdiyimiz şəxs düz şəxs deyil, əyri adamdır. Bunu bilə-bilə biz gözümüzü yumduq və onun arxasından getdik. Və indi gəldik, hara düşdük? Cəhənnəmə. Üçüncü dəstə də budur ki, yox, bunlar özünə bir şəxsi öndər, örnək qərar verir ki, o şəxsi tanıyırlar, o şəxsin ali məqamlı olduğunu bilir, o şəxsin yüksək rütbədə olduğunu bilir, o şəxsin hörmətli adam olduğunu bilir və onu özünə öndər qərar verir, o təqdirə layiqdir. Allah Teala Qur'an-ı Kərimdə nə buyurur? Bizim Peyğəmbərə buyurur. Ən'am surəsinin 90-cı ayəsində buyurur ki, Ulaikəl-ləzinə hədəlləh fəbihudahu muqtədih. Buyurur ki, onlar o kəslərdir ki, Allah onları hidayət elədi. Kimi deyir? Özündən öncəki peyğəmbərləri deyir. Bir peyğəmbər, səndən öncəki peyğəmbərlər o kəslərdir ki, Allah onları hidayət elədi. Və sən də onların hidayətinə iqtida elə. Sən də onların hidayətinin arxasından get. Sən də onları özünə örnək qərar ver. Sən də o yoldan get. Bizim peyğəmbərə deyir. Bizim peyğəmbər insaniyyətlikdə ən kamil şəxsdir. Adətən deyirlər ki, örnək qərar verdiyiniz öndər elə bir şəxs olsun ki, kamil adam olsun. Peyğəmbərdən yüksək bizə öndər kim ola bilər? Peyğəmbərdən əfzəl kim var idi? Yer üzündəki biz onu özümüzə öndər qərar verək. Peyğəmbərimiz o şəxsdir ki, Allah Teala Əhzab surəsinin 21-ci ayəsində buyurur ki, Ləqəd kənə ləkum fi Rasulillah usvetun həsənə. Deyir, mən Peyğəmbəri sizə ülgü qərar verdim. Ən gözəl ülgü qərar verdim. Ən gözəl nümunə sizin üçün kimdir? Peyğəmbərdir. Yəni, nümunə Peyğəmbərdirsə, gərək sən Peyğəmbərin yolundan düz gedəsən ki, o nümunəyi özünə nədir? Götürəsən və o nümunə ilə hərəkət edəsən. Mən sadəcə nümunə kimi götürdüm? Yox, o kifayət deyil. Nümunə götürdüyünün hərəkətlərini eləməlisən. Yəni, eləməliyik. Əgər mən bir adamı nümunə götürmüşəmsə, onun hərəkəti, onun davranışı mənim üçün hüccətdir. Peyğəmbərimizin nümunə olduğunu Allah Teala elan eləyir, amma ayənin arxasından çox maraqlı bir nöqtə var. Peyğəmbər kimin üçün nümunədir? Niyə Peyğəmbər bizim üçün nümunə olmalıdır? Peyğəmbər bu ayədə 3 sifət gətirir. Peyğəmbərimiz bu 3 sifəti olan şəxslər üçün nümunədir. O 3 qrup kimdir? Ayənin arxasından buyurur, Limən kənə yərcullah vəl-yevmil axir və zəkərəllah kəthira. Peyğəmbəri özlərinə nümunə qərar verənlər o kəslərdir ki, Allahı qəbul eləyirlər. Bu bir. 2. Qiyaməti qəbul eləyirlər. Məadı qəbul eləyirlər. Öldükdən sonra dirilməyi, məhşər günü sorğu-sualı qəbul eləyirlər. Bu ikinci sifət. Üçüncü sifətlərdə nədir? Və zəkərəllah kəthira. Allahı çoxlu zikr eləyərlər və təsbih deyərlər. Bəs deyir, Peyğəmbəri özünə öndər qərar verənlərin sifəti budur. 1. Allahı qəbul eləyər. 2. Məadı qəbul eləyər. 3. Allahı daimən gecə və gündüz zikr eləyər. İndi bəzi insanlar var bu aləmdə, Yahudidir, Xristiyandır, bütpərəstdir. Məsələn, Peyğəmbərin haqqında nə qədər
məsələn, Peyğəmbəri tərif eləyib, Peyğəmbərin yolunu tərif eləyib. Amma o Peyğəmbəri özünün həyatında ülgü qərar verməyib. Niyə? Çünki Allahı qəbul eləməyib, məadi qəbul eləməyib, Allaha zikr eləməyib, İslamı qəbul eləməyib. Məsələn, mən misal vura bilərəm sizə. Bir dənə yazıçı, Məsihi yazıçıdır. Bu yazıçı George Jordak. George Jordak Həzrət Əlinin haqqında çox tərifləri, özü xristiyan olub. Bunun bir dənə sözü var. Bu deyir ki, mən Nəhcül Bəlağəni 200 dəfə oxumuşam. 200 dəfə deyir Nəhcül Bəlağəni oxumuşam. Bir dənə xristiyan deyir, mən Nəhcül Bəlağəni 200 dəfə oxumuşam. Biz müsəlman olaq, Peyğəmbərin yolunu gedə-gedə, Əleyhisselamı sevə-sevə, Nəhcül Bəlağa Azərbaycan dilinə də tərcümə ola. Bir dəfə Nəhcül Bəlağı başdan ayağa oxumuşuq mu? Yox. Etiraf edirik, biz oxumamışıq. Xristiyan deyir, mən 200 dəfə Nəhcül Bəlağı oxumuşam. 200 dəfə. Amma bununla belə nədir? Müsəlman olmadı ki. Müsəlman olmadı ki. Çünki o sifətlər onda yox idi. Əbilhədid sünni alimidir. Nəhcül Bəlağa kitabına şərh yazıb, təfsir yazıb. Əbilhədid. Əbilhədid nə deyir? Əbilhədid deyir ki, mən Nəhcül Bəlağədə 221-ci xütbəni 1000 dəfə oxumuşam. 1000 dəfə. 221-ci xütbəni. Gedin açın görün orada nə var ki, bu 1000 dəfə oxuyub o xütbəyi. Deyir, mən 221-ci xütbəni 1000 dəfə oxumuşam. Bir adam. Əhl-i sünnədir. Amma heç əlinin vilayətində heç qəbul eləmir. Amma bax, Əleyhisselamı sevir, tərifləyir. Amma nədir? Onun yolunu getmir. Yol getmək ancaq sevib tərifləməkdən deyil ki, sən gərək onun yolundan gedəsən. Görürsən, məsələn, bugün vəhabilərin dillərində aldadıcı bir dənə söz var. Biz Əhl-i Beyti sevirik. Yalan danışırlar. Biz Əhl-i Beyti sizdən daha çox sevirik. Biz Həzrəti Əlini daha çox sevirik. Həzrəti Hüseyni, bu da çox sevirdi. Xristiyan idi, nə olsun? Deyir, 200 dəfə Nəhcül Bəlağa oxumuş. Sevmək, o yolu getmək demək deyil. Sevmək, praktiki həyatında əməl tələb edir. O kəslər sevgiyi ibraz eləyə bilər ki, praktiki həyatında onun dediklərini əməl eləyə, onun dostundan dost ola, onun düşmənindən düşmən ola. Bax, sevgi budur. Yoxsa elə məsələ, mən Əleyhisselamı sizdən çox sevirəm, Həzrəti Hüseyni, Həzrəti Həsəni mən sizdən çox sevirəm. Çox sağ ol, Allah razı olsun, əllərini ağırmasa, sevirsən, çox gözəl deyilirsən inşallah, əcrin Allah yanında. Amma bu sevgin öndərlik nümunəsi hesab olmur. Əleyhisselam xütbəsinin birində Nəhcül Bəlağənin 160-cı xütbəsində Nəhcül Bəlağənin bu xütbədə 4 nəfəri nümunə qərar verir. Deyir, bunlar bizim üçün öndərdir. Onlardan birincisi Həzrəti Muhammed Mustafa sallallahu aleyhi və səlləm. O xütbədə qeyd eləyir ki, وَلَقَدْ كَانَ فِي رَسُولِ اللّٰهِ كَافٍ لَكَ فِي الْأُسْوَةِ. Deyir ki, mənim əvvəlinci ülgüm, nümunəm Peyğəmbərdir. Və Peyğəmbər kamil və kifayət şəklində bizə yetəri qədərində ülgüdür. Peyğəmbər deyir, hər cəhətdən bizə ülgüdür, kamil ülgü, ən kamil ülgü, onda heç bir nöqsan yoxdur. O bizim üçün ən dəyərli bir nümunədir. Əllamə-i Təbətəbainin bir dənə kitabı var, Sunənun Nəbi, Peyğəmbərin sünnəsi. Kitabın adı Peyğəmbərin sünnəsidir. O kitabda Peyğəmbərin bütün hərəkətlərinin orada qeyd edir. Peyğəmbər nə cür yemək yeyirdi? Peyğəmbər
nə cür otururdu, Peyğəmbər nə cür namaz qılırdı. Bizim xoşbəxtliyimiz buradadır ki, Peyğəmbərimizin həyatı bütün xırdalıqlarından kitabda qeyd olunubdur. Nəql eləyiblər. Peyğəmbər bu cür idi. Peyğəmbər bu cür saçını daryardı, bu cür ətir vurardı, bu cür insanlardan hərəkət eləyərdi. Bu xırdalıqlar ən böyük nümunədir. Bunlar dərc olur. Əmir əl-Möminin buyurur ki, Peyğəmbər mənim üçün ən böyük nümunədir. Siz də ondan itaət eləyin. Siz də o nümunədən istifadə eləyin. Siz də o nümunənin arxasından gedin. Sonra ikinci buyurur ki, وَاِنْ شِئْتَ سَنَّيْتُ بِمُوسَى كَلِمِ اللّٰهِ Deyir, mənim ikinci nümunəm Həzrəti Musa Kəlimullahdır. Əleyhisselam buyurur ki, Musa o zaman ki, Fironun zülmündən və zalimliyindən qaçır, Mədayinə gəlir. Mədayində bir yerə çatır ki, çörək tapır yeməyə. Başlayır otları yeməyə. Yonca yeyir. O qədər yonca yeyir ki, çehrəsinin rəngi dəyişir. Çox çətin vəziyyətə düşür və kürəyini bir divara söküyür. Deyir ki, Rabbi, inni limə ənzəltə iləyyə min xayrin fəqir. Deyir ki, Allah, mənim heç nəyim yoxdur. Sözün canı budur. Deyir, ilahi, mənim heç nəyim yoxdur. Yəni, heç nəsizəm. Nə bir evim yoxdur, nə bir pulum yoxdur, nə bir yeməyim yoxdur. Əleyhisselam buyurur ki, Vallah ma səələhu illa xubzən yəkuluhu. Deyir, and ola Allaha, Həzrəti Musa Allahdan ancaq bir tikə çörək istədi. Başqa heç nə istəmədi. Nə etiraz eləmədi, nə belə Allahın qarşısında bir ağır bir söz işlətmədi, heçsinə. Dedi, mənim bir tikə çörək istədi. Dedi, la, heç nəyim yoxdur. Bir tikə çörək istədi. Deyir, bu bizə ən böyük nümunədir. Əleyhisselam deyir, mənə ən böyük nümunədir. Amma Allah nə iş gördü? Allah nə iş gördü? Allah Taala Şüeybin qızlarını vasitə qərar verdi. Bu zamanda gördü ki, Şüeybin qızları heyvanları gətirdilər. Heyvanlarına su vermək üçün quyudan istəyirlər, su çıxardılar. Həzrəti Musa gördü, bunlar bu işi görə bilmir, götürdü bunların heyvanlarına su verdi. Sonra bunlar getdilər, Həzrəti Musanın bu məsələsini Şüeybə tərif elədilər. Həzrəti Şüeyb dedi, onu bura çağır. Qızları gəldilər, Həzrəti Şüeybin sözünü Musaya çatdırdılar. Həzrəti Musa gəldi. Allah nə iş gördü? Həm Həzrəti Musanı izdivaca getdi, Şüeyb qızının birini Həzrəti Musaya verdi, həm də Həzrəti Musaya iş verdi. Həm işdən təmin elədi, həm də ona nədir? İzdivac bəxş elədi. Bu nəyi göstərir, bilirsinizmi? Bunu göstərir, deyir, bəzən insan, düzdür, Allah Taala hər insanı bir cür imtihan eləyir. İmtihanlarımız fərqlidir. Hamının imtihanı eyni deyil. Hamının imtihanı bir-birindən fərqlidir. İnsanların əməlinə görə insanlar imtihan olur. İnsanların imanına görə insanlar imtihan olur. Hər nə mən bilmirəm. Amma əsas budur ki, deyir, imtihanların qarşısında istiqamət mühümdür. Nə cür istiqamət eləyəsən? Biz çox zəif məxluqatıq. Mən etiraf eləyirəm. Deyirəm, biz zəifik. Sənin imtihanlarının qarşısında çox zəifik. Bir tikə çörəyimiz olmadığı zaman biz üsyana qalxarıq. Yəni, pulsuzluq bizə üz verdiği zaman imanımızda qala bilərik ya yox. Bax, bunlar hamısı sualdır. Əleyhisselam nə buyurur? Əleyhisselam buyurur ki, mən özümə Peyğəmbəri və Həzrəti Musanı nədir? Ülgü qərar vermişəm. Allah Taala səbəb göndərir Həzrəti Musaya. O səbəb vasitəsindən onu xilas edir. Sonra buyurur, mən ülgü qərar vermişəm özümə və in şi'tə fəlləstu bi Davud sahibəl məzamir
və qari əhlil cənnə. Deyir, mən özümə Həzrəti Davudu nümunə qərar vermişəm. Həzrəti Davud, o Davud ki, cənnətin qarisidir. Deyirlər, cənnətdə hər kəs Həzrəti Davudun səsinə qulaq asacaq. Həzrəti Davudun çox gözəl səsi var. Cənnətin, belə deyək də, o xanəndəsidir, deyir Həzrəti Davud. Deyir, onun səsini cənnətin yüksək dərəcəsində əyləşənlər o Davudun səsini eşidəcək. Əleyhisselam buyurur, deyir ki, Həzrəti Davud mənim üçün nümunədir. Niyə nümunə qərar verir? Səbəb nədir? Görürsən, bəzi adamlar, bəzi insanlar həyatda, onlar razıdırlar, ac qalsınlar, amma biraz aşağı işə getməsinlər. Deyir, mən gərək stolda oturmalıyam. Fəhlə nədir? Mən bu işi görənmərəm. Deyir, mən bu işi görənmərəm. Əleyhisselam niyə Həzrəti Davudu misal vurur, bilirsinizmi? Çünki Davudun həyatına baxın. Davud Allahın peyğəmbəri idi. Deyir, Davud nə iş görürdü? Öz əllərindən zəmbil bağlayırdı. Zəmbili bağlayandan sonra da öz yaxın dostlarına deyirdi, bunu məndən kim alar? Deyir, bunu satıram da, bunu alın. Bunu Həzrəti Davuddan alırdılar. Deyir, Həzrəti Davud əllərinin zəhmətini çəkirdi. Heç də onu özünə kiçik bilmirdi. Baxın, peyğəmbərlərin bir sırası çoban olublar. Əvvəl heyvan otarıblar. Sonra peyğəmbərlik dərəcəsinə qalxıblar. Həzrəti Əli əleyhissalamın haqqı qəsb olandan sonra getdi, nə iş gördü? Əli əleyhissalam dedi mi ki, Allah məni xəlifə qərar verib, mən gərək kürsüdə oturmalıyam. Düzdür, onun haqqı idi, haqqı əlindən alınmışdı. Amma Əli əleyhissalam nə iş gördü? Getdi, əkinçilik elədi, quyu qazdı. Əli əleyhissalam quyusu hələ də durur. Əkinçiliklə məşğul oldu. Və nə ilə dolanırdı Əli əleyhissalam? Allah səmadan ona xüsusi nemət mi göndərirdi? Yox. Əlinin zəhməti idi. Amma o əli ki, məqamı Allah yanında çox yuxarı. Biz nə məqam? Bizim bir balaca postumuz nədir yuxarı qalxa? Biz özümüzü indirənməliyik aşağı. Həqiqi mənada özümüzü aşağı indirə bilmərik. Nə danışırsan mən? Mən o iş görə bilmərəm. Niyə görə bilmirsən? Yox, o iş mənim şənimi aşağı gətirir. Məncə, mənim şənim nə qədərdir ki? O iş mənim şənimi aşağı gətirir. Mən habaqdan o qədər böyümüşdüm ki, indi o qədər kiçilməkdən qorxuram. Ona görə Əli əleyhissalam Həzrəti Davudu misal vurur. Deyir, Davud mənim üçün öndərdir. Çünki Davud peyğəmbərliyinlə, o məqamınla zəmbir bağlayırdı, satırdı. Və bunu da özünə fəxr bilirdi. İndi hamı bu gün nəyin arxasındadır? Bir iş tapım ki, onun zəhməti olmasın. Bu da hər zaman ələ gəlmir. Birdən-birə bu iş ələ gəlmir ki, zəhməti az ola. Bütün iş zəhmətdəndir. Vallahi nədir? Bəzən biz eşdən baxırıq, deyirik, məsələn, onun işi çox rahatdır. Öyle onun da içində en qədər zəhməti var ki, sən onu görmürsən. Mən onu görmürəm. Biz onu görmürük. Hər işin içində zəhmət var. İmkanı yoxdur zəhmətsiz iş olur. Sonra buyurur ki, mən öndər qərar vermişim Həzrəti İsa'nı. İsa Peyğəmbər öndər qərar vermişim. Deyir, və in şi'tə qultə fi İsa ibn Məryəm fələqəd kənə yətəvəssədul həcər. Deyir, Həzrəti İsa hər bir şeyə qatlanırdı. Bəzən daşı balış qərar verirdi. Bəzən çox çirkablı bir libas geyinirdi. Bəzən quru çörək yeyirdi. Həzrəti İsa bu cür şəxs idi. Mən onu özümə öndər qərar vermişim. İndi Əli əleyhissalamın həyatına biz nəzər salsaq, Əli əleyhissalam çox sadə bir həyat yaşayıb. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus samad, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Sallu alə Muhammed və ali Muhammed.